Bir saatdir danışıram, videonu basmağı yaddan çıxartmışam. Nəysə. Salam, kanalıma xoş gəlmisiniz. Bugün sizə referans məktubu ilə bağlı, referans məktubu nədir, necə yazılmalıdır, içində nələr olmalıdır, kim yazmalıdır, özümüz yaza bilərikmi və s. ilə bağlı məlumat verəcəm. Ümumiyyətlə, referans məktubu sizə təhsil verən bir akademikin, bir müəllimin sizin şəxsi keyfiyyət bacarıqlarınızla, təhsilə marağınızla, maraq sahələrinizlə və yaxud nə bilim, komanda ilə işləmək bacarığınız, yəni bir sözlə sizi biraz, referans məktubu bu deməkdir ki, sizi böyle pohpohluyur, deyir ki, bu uşaq çox yaxşı uşaqdır, bunu hazırlamışıq biz, dərsləri də çox maraqlıdır, alın sizə, necə deyərlər, əla bir tələbə bizdən. Yəni, uzun sözün qısası referans məktubu budur, yəni sizin bol-bol tərifləndiyiniz bir məktub. Amma burada o təriflənmə qismi çox da şeyləməmək lazımdır, çünki qarşı tərəfdə yəni, hər şeyi başa düşür, yəni. Referans məktubunu kim yazmalıdır? Referans məktubunu sizə təhsil vermiş bir müəllim yazmalıdır. Əgər siz doktora üçün müraciət edirsinizsə, bunu magistratura elmi rəhbəriniz yazsa daha yaxşı olar. Amma elmi rəhbər yazmırsa və yaxud nə bilim, onu xoşlamırsınızsa, sizə dərs deyən hər hansı bir müəllim də yaza bilər. Və yaxud magistr üçün müraciət edirsinizsə, bakalavrda dərs aldığınız bir müəllim bunu sizin üçün yaza bilər. Yəni, referans məktubunda nələr olmalıdır? Referans məktubunun ilk bir-iki sətrində sizin bu referans məktubunu yazan müəllim özünü qısaca tanıtmalıdır. Ondan sonra sizi nə qədər müddətdir tanıyır və yaxud hansı dərsi ondan almışsınız, yəni bunu da qeyd eləməlidir ki, eləsə çox gözəl olar. Yəni, daha sonra sizin akademik bacarıqlarınızdan biraz danışmalıdır. Dərsdəki aktivliyiniz, araşdırma bacarığınız, maraq duyduğunuz sahələr və s. Yəni, bununla bağlı biraz da sizi belə tərifləyə bunları yazmalıdır. Ən sonunda da referans məktubunda müəllimin imzası, əlaqə məlumatları, mütləq orada bir e-postası olmalıdır. Xüsusən universitetə bağlı olan e-postası, məsəl üçün unique.edu.tr.az-la bağlı və s. Yadımdan çıxıb. Yəni, elə bir şey olmalıdır, imzası olmalıdır müəllimin. Referans məktubu neçə səhifə olmalıdır? Referans məktubu uzaq bir səhifə olmalıdır. Siz burada dastan yazmırsınız, sadəcə referans məktubu yazırsınız. Hətta mən deyərdim ki, 250, 300, 400 sözdən ibarət olsa daha ideal olar. Referans məktubu hansı dildə yazılmalıdır? Referans məktubu əgər universitet hansı dildə tələb edirsə, o dildə yazılmalıdır. İngilis və yaxud türk, o sizə qalıb. Bu arada bunu da qeyd eləmək istəyirəm ki, referans məktubunda möhür də olsa çox gözəl olar. Yəni, bəzən necə deyim sizə, yəni fakültənin dekanı ilə aranız yaxşı olur və yaxud xahiş eləyərsiniz, yazarlar, yəni. Oraya bir dənə möhür də vursalar, bu sizin referans məktubunuzun inandırıcılığını artırır. Yəni, bu qədər detaya baxırlarmı? Məncə çox baxmırlar. İndi nə vaxt baxırlar, onu da birazdan sizə deyəcəm. Referans məktubunu tələbə özü yaza bilərmi? Əlbəttə ki, yaza bilər. Bəzən müəllimlərin vaxtı olmur, deyir ki, sən yaz, mən imzalaram. Hətta belə də deyirlər ki, sən yaz, imzanı da at, al bu mənim əlaqə nömrəm, al bu mənim e-postam və s. Amma burada belə bir məsələ var ki, indi bilirəm çox uzun ağlından keçir, keçməsin. Eləməyin elə şeylər. Yəni, heç müəllimə xəbər vermədən onun adından bir referans məktubu yazıb, imzasını falanı orada taklit edib və yaxud özünüzdən bir imza uydurub. Yəni, bu həm etik bir şeydir. Yəni, bir də gördünüz, olmadı elə, oldu belə. Universitet, müraciət elədiniz, universitet müəllimlə əlaqə yaradar, doğruluğunu soruşa bilər. Yəni, ondan sonra müəllim də orada deyər ki, mən belə bir şeydən xəbərim yoxdur. Onda sizi belə iti qovan kimi qovacaqlar, yəni şeydən. Ümumiyyətlə, başvurunuza baxmazlar. Çünki bu etik deyil, yəni. Qətiyyən deyil, sizə də tövsiyə eləmirəm, yəni. Siz müəllimdən xahiş edin. İnanın ki, müəllimlər yəni, buna referans olmağı həm sevirlər, yəni xoşlayırlar. Həm də ki, yəni niyə də olmasın da, yəni niyə də o müəllim sizin üçün o cümləni yazmasın. Yəni onsuz siz bunu belə pis çıxmasın, sizə universitetdən zəhləs gedən bir müəllimə yazdırmamalısınız, yəni. Sizi sevən, yəni münasibətiniz olduğun ki, hər tələbənin həyatında bir-iki dənə elə müəllimi olur, yəni. Özünüz yazarsınız, lazım gəlsə, müəllim sizə bir dənə imzasının şəklini atar, siz o imzanı təqlid eləyərsiniz, əlaqə məlumatlarını verər, elektron postusunu və yaxud nömrəsini ki, elektron post mütləq olmalıdır orada və s. və ilə axır.
Ən çox edilən səhvlər. Ən çox edilən səhvlər internetdən bir dənə hazır bir şeyi kopyalayıb, yapışdırıb, yüklədib ora referans məktubu deyə göndərmə. Yəni bu ümumiyyətcə bunu deyim ki, sizə bu referans məktubudur, niyyət məktubudur. Bunların dəyəri bilirsiniz nə vaxt ortaya çıxır? O ki 2-3 nəfər arasında qalırlar. Yəni məsəl üçün müraciət eləyirsiniz universitetdə iki daşın arasında qalırlar. Deyirlər ki, bunu seçək, yoxsa onu seçək. Oradan bir dənə biri də çıxıb deyir ki, gəl bir referans məktubuna baxaq, gəl bir niyyət məktubuna baxaq ki, görək bunlar nə olur. Artıq bu çox qərar verici bir şeyə dönüşür yəni. Məsələn, ALES puanınız eynidir, ümumi orta göstəriciniz qano deyirlər eynidirsə, mütləq orada artıq referans məktubunun, dil bəlgəsinin və s. daha yəni qiymətli olur yəni. Yoxsa belə ümumiyyətcə bu referansdır, niyyət məktublardır. Yəni deyim ki, olmazsa olmaz bir şey deyil. Amma olmağa hətta yaxşı yazılmış, düzəldilmiş referans məktubu sizi yəni bir addım önə də ata bilir. Ümumiyyətcə edilən səhvlər arasında da yəni referans məktubu çox ümumi bir şey olmamalıdır. Necə deyim sizə? O referans məktubunu oxuyan insan yəni o müəllimin sizi həqiqətən tanıdığını bilməlidir yəni. Nə bilim, yəni bu çox yaxşı tələbədir, çox əla təhsili var, yəni çox dərslərinə maraqlı idi və s. Bu deyil yəni. Referans məktubu biraz daha türklərin yaxşı bir söz var, kişiselləşdirilmiş. Yəni biraz sərhədləri net olan bir şeydir. Yəni ucu açıq, çox yaxşı tələbədir, məndən dərs alıb filan bu deyil. Olarmı? Olar. Yəni bu da olar. Amma dediyim kimi daha da spesifik olsa, yəni onu oxuyan insan həqiqətən bu müəllim bu tələbəni tanıyır, bundan dərs alıb, bunu başa düşsə, sizin üçün bir xal necə deyirlər, qabağa düşmüş olursunuz. Yəni nümunələr versin, yəni nə bilmirəm, bu tip bir araşdırmada yer alıb və s. də yəni. Referans məktubu qəbul şansını artırırmı? Dediyim kimi, referans məktubu qəbul şansını çox belə təsir eləməsə də, amma bəzən elə olur ki, kritik məqamlarda ən önəmli sənəd belə ola bilir. Yəni hansı ki, iki nəfər arasında qiymətlər, puanlar başa-baş getdiyi vaxtda artıq ekstradan o sənədlərə baxırlar. Bunu da mütləq qeyd eləmək istəyirəm ki, referans məktubu süni intellektə yazdırıla bilərmi? Bəli, yazdırıla bilər. Ancaq yəni onu oxuyan insanlar da süni intellektdə az çox istifadə edən ki, universitetdə artıq akademiyada hər kəs bunu istifadə edir. Yəni o referans məktubunun süni intellektdə yazılıb yazılmadığını detektora soxmadan belə rahat bir şəkildə anlaya bilər. Ona görə biraz kişiselləşdirilmiş bir referans məktubu yazdırmalısınız süni intellektə. Məsəl üçün ilk öncə məlumatlarınızı verin. Mən sizə belə bir yol göstərim. Məlumatlarınızı verin, adım budur, familiyam budur, bu bölümdə oxumuşam, bu tip bacarıqlarım var və s. və s. Ondan sonra altına yazın ki, mən üçün bu universitetə, bu fakültəyə müraciət üçün bir referans məktubu yaz. Ondan sonra müəlliminizin məlumatlarını da versəz, sizin üçün daha uyğun bir referans məktubu yaza bilər yapay zeka. Çünki ümumi bir mənə yapay zeka, mənə referans məktubu yaz deyib prompt verdiyinizdə çox uzun və mənasız cümlələr, çox yəni süni intellekt olduğu bəlli olan bir lazımsız bir şey çıxacaq ortaya. Ona görə mütləq referans məktubunu yazmamışdan əvvəl o promptu biraz özünüzə uyğun özəlləşdirin. Yəni ondan sonra təbii ki, yazdıra bilər. Yəni referans məktubu ilə bağlı deyəcəklərim bu qədərdir. Bir sonraki videoda niyyət məktubu ilə bağlı olacaq. İzlədiyinizə görə təşəkkür edirəm. Kanala abunə olmağı, mənə dəstək olmağı unutmayın. Olsa sevinərəm, olmasa da canınız sağ olsun. Hər hansı bir sualınız olsa buradan və yaxud mənim YouTube kanalımda Instagram səhifəm var. Oradan yaza bilərsiniz. Sizə kömək eləməyə hər zaman hazıram. Özünüzə yaxşı baxın.